Atan iki dəfə müharibədə olub da. Bəli. Səncə sənin atan adı nədir üzr istəyirəm? Azər. Azər bəy, dostlarının qarşısında, onun gözünün qarşısında dostları şəhid olublar da onların. Səncə qısa bir müddətdə o onlarla bir küçədə gəzə bilərmi? Bu günləri kontuziyalı olan bizim qazilərimiz var, hansıların ki yanlarında dostları, nə bilim, snayper vurub onları, onların gözləri itib, onlar şəhid olublar və son sözlərini onlar özləri ilə deyə bilməyiblər, öz yanındakı dostlarına deyiblər ki, anama deyərsən, bax, sənin atın iki dəfə müharibədə olan əsl Azərbaycan kişisidir və o bilir ki, sən onu, çünki sən onun evladısan, sən onu başqa mövqeyə edilmirsən. Amma səncə atan razı olarmı ki, erməni ilə bugün eyni, bu günləri şəhərdə eyni küçədə gəlsin? Axşam atamla danışanda atam bütün bu məsələyə adekvat yanaşdı. Və mənim qızım doğru olanı eləyəcəyi bilirəm. Mən sənin arxandayam, artıq sülh elan olunub və insanlar bundan barışmalıdır. Sözsüz ki, ağrılarımız, acılarımız dinməyəcək. Biz həmişə bunu xatırlayacağıq. Amma biz gələcək nəsli aqressor kimi yetişdirməməliyik. Bacımın oğlu dünə mənə qayıdıb deyir ki, 50-də adı, 7 yaş var. Mənə rus dilində danışırlar evdə ki, tövbə, bəs niyə sənə bu qədər xeyt olunur? Sən axı pis bir şey eləməmsən. Bizim prezidentimiz dedi, ha, biz dostuq hamı ilə. Niyə səni söyür hamı? Mən düşünürəm ki, biz... Tərvizində adekvat bunu şəhid evladına sualı versin, nətər olar? Bax, o onun bacısı oğludur. Mən bir şəhid evladına desəm ki, bəs Samirə xala deyir ki, biz, bəs düzdür, onların leşləri var. Bizdə şəhid vardı. O uşaq nə cavab verər səncə 5 yaşında bir uşağa desin ki, Samirə xala deyib ki... Sən atan igiddir. Sən atana görə biz bugün yaşayırıq burada. Amma mən dünə əliyə bilmədim, nə deyim? Görürsünüz, doğmanıza belə nə deməyə... Bir dəqiqə, mən Samirənin üstündə çox gedirik. Tahirə, bilirsiniz, hər insanın bir öz dünya baxışı var. Samirə çox tərbiyəli bir xanımdır. Samirə ambisiyalara qoşulmayan, yerini bilən, böyük-kiçiyi bilən bir xanımdır. Samirə göz yaşlarını da biz niyə qoruyur? Çünki onun vicdanı 2 gündə o adam yatmır. O 2 gündür, 3 gündə atası ilə danışmır. Nə atası onu narahat edir, nə bir şey. Salam, hər vaxtınız xeyir olsun mənim əzizlərim. Allaha çox şükürlər olsun ki, mən azadlıqdayam. Və bir çox məqamlar var ki, onlara aydınlıq gətirmək istəyirəm. Mənim əzizlərim, mən azadlığa çıxdıqdan sonra sosial şəbəkələrdə baxdım və gördüm ki, mənim işimlə bağlı polisə və xüsusən də cənab Nazir Vilayət Eyvazova qarşı həqiqətə uyğun olmayan, qarayaxma xarakterli fikirlər yayılıb. Mən bunlarla bağlı açıqlama